7-ci sinif dim test toplusundan olan birinci bölmənin B variantının sualları. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Bizə lupa, mikroskop verilib, bir də onların ortaq xüsusiyyəti. Buradan görürük ki, böyüdücü cihazdır deyir. Hər ikisi böyüdücü cihazdır. Ona görə də bir ortaq xüsusiyyətdir. Dəstəyi olan çərçivəyə malik bu lupadır. Əşyanın təsvirini 100.000 dəfələrlə böyüdə bilir. Bu işıq mikroskopudur. Əşyanın təsvirini 2-25 dəfəyə qədər böyüdən lupadır. İki tərəfi qabarıq böyüdücü şüşəyə malikdir. Bu da lupanın xüsusiyyətidir və obyektiv okulyarı var. Bu isə işıq mikroskopunun xüsusiyyətidir. 6 uyğun oldu işıq mikroskopuna. Deməli 1-ə 2, 4, 5, 2-yə 3, 6 cavabımız oldu A variantı. Hansı proses nəticəsində qida maddələrindən enerji ayrılır və müxtəlif həyat proseslərinə sərf olunur? Qida maddələrindən enerji tənəffüs prosesi zamanı ayrılır və müxtəlif həyati proseslərə sərf olunur. Cavabımız olur B variantı. Şəkildə bakteriyanın hansı hissəsi göstərilməmişdir? Xromosom buradadır, göstərilib. Qoruyucu kapsul xaricdən. Qamçısı, bəli, qamçı göstərilməyib. Əslində bu hissədə qamçı olmalı idi ki, o göstərilməyib. Cavab C variantı. Sxemi tamamlayın. Nüvə təşkil olunub. Bəli, nüvə şirəsi yaza bilərik, amma sitoplazma yox. Nüvədə sitoplazma olmur. Nüvə özü sitoplazmanın içərisində olur. Sitoplazma, nüvə şirəsi, xromosom, bəli. Nüvənin içərisində nüvə şirəsi və xromosom var. Sonra hüceyrə divarı olmayan hüceyrələrdə təsadüf olunmur. Hüceyrə divarı olmayan, biz bilirik ki, hüceyrə divarı xarici qılafdır və hüceyrə divarı bitki, göbələk, bakteriyalarda rast gəlinir. Heyvanlarda isə hüceyrə divarı olmur. Hüceyrə divarı olmayan hüceyrələrdə təsadüf olunmaz. Deməli, leykoplastlara. Çünki leykoplastlar bitkilərə xas olan bir orqaneldir. Amma nüvə, ribosom, plazmatik membran, mitoxondriya hüceyrə divarı olmayan hüceyrələrdə təsadüf olunar. Kök tükçüyü haqqında hansı ifadə doğru deyil? Torpaqdan su və suda həll olmuş mineral maddələri udur. Bu doğrudur. Kökün xarici hüceyrəsinin uzun çıxıntısıdır. Doğrudur. Bəzi bitkilərdə adi gözlə görmək olur. Hüceyrəsi qılaf, sitoplazma, nüvə və koldan ibarətdir. Doğrudur. Ehtiyat qida maddəsi toplamaq onun xüsusiyyəti deyil. O sadəcə su və mineral maddələri sormaqda iştirak edir. Hüceyrə oksigenin daşınması, hüceyrəyə oksigenin daşınmasında və karbon qazının xaric olunmasında iştirak edir. Hüceyrəyə deməli bu qazları daşıyan hemoqlobindir, hansı ki eritrositin içərisində olur. Cavabımız olur A variantı.